Bu ilin sentyabrında ölkədə daha bir 100 meqavatlıq günəş elektrik stansiyası istifadəyə veriləcək. Eləcə də ilin sonlarına doğru regionun ən böyük günəş elektrik stansiyası olan 445 meqavatlıq və Mastar şirkəti tərəfindən inşa olunan Biləsuvar günəş elektrik stansiyasının şəbəkəyə qoşulması nəzərdə tutulub. Bizim 2030-cu ilə qədər 6 giqavat və 2032-ci ilə qədər 8 giqavat yaşıl enerji güclərinin yaradılması ilə bağlı bir məsələlər gündəmdədir və bununla bağlı yenə də qeyd eləmək lazımdır ki, Azərbaycanın özünün tələbatını bu müəyyən qədər üstələyir və odur ki, ixrac marşrutlarının üzərində iş aparılır. Hal-hazırda 4 ixrac marşrutu mövcuddur. Hərəsinin müxtəlif səviyyədə yetkinlik dərəcəsinə çatıblar. Belə ixrac marşrutlarından biri Gürcüstan üzərindən Qara dənizdən keçməklə Avropa İttifaqı ölkələri istiqamətində olan xəttdir. İlin sonuna qədər layihənin texniki-iqtisadi əsaslandırılması başa çatdırılacaq. Eləcə də Xəzərin dibi ilə Mərkəzi Asiyaya ötürücülüklə bağlı interkonnektorun inşası istiqamətində müzakirələr aparılır və artıq texniki-iqtisadi əsaslandırmaların hazırlanmasına başlanılır. Dünənlərim Türkiyədə digər bir interkonnektor Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan interkonnektoru üzrə nazirlər görüşü keçirildi. Orada da çox müsbət məlumatlar var, müsbət xəbərlər var. O istiqamətdə də işlərimiz davam edir. Eyni zamanda da Naxçıvan üzərindən Türkiyədə bir interkonnektorumuz var ki, son geosiyasi gəlişmələr baxımından bu da olduqca perspektivli görsənən marşrutlardan biridir. Və təbii ki, biz yaşıl enerjinin istehsalını artırdıqca bu interkonnektorların rolu xüsusi əhəmiyyət kəsb edir və onlar vasitəsilə həmin yaşıl enerji ixracına nail olunacaqdır. Artıq Azərbaycanda elektrik enerjisinin istehsalında yaşıl enerjinin payı 36-40%-ə çatır. Görülən işlərin nəticəsində 2027-ci ilə qədər 2 giqavata yaxın yaşıl enerjinin ümumi şəbəkəyə ötürülməsi planlaşdırılır. Hazırda isə ölkədə 230 meqavatlıq bir günəş və 240 meqavatlıq külək elektrik stansiyası fəaliyyət göstərir və bu stansiyalar ümumi şəbəkəyə qoşulub. Əli Rzayev, Lalə Allahverdiyeva, Sabir Bilalov, ASTV xəbər.